Əziz valideynlər, əgər övladınız fikirlərində əsəbidirsə, davranışlarında aqressivdirsə, hər şey üçün laqeydlik göstərirsə, bir söz deyən kimi hirslənirsə, yaxud da susursa, yəni sizinlə danışmaqdan çəkinirsə, bu əsla tərbiyəsizlik demək deyildir. Bu, çox vaxt daxili narahatlığın, başa düşülməməyin və illərlə yaşanılmamış, yığılıb qalmış hisslərin göstəricisidir. Çünki uşaqlar və yeniyetmələr hər şeyi sözlə ifadə edə bilmirlər. Onlar danışa bilməyəndə bəzən qəzəbli davrana bilirlər. Qəzəb isə bir çağırışdır. Aqressiv davranış məni görün deməkdir. Etinasızlıq, laqeydlik göstərmək isə tükənmişliyin göstəricisidir. Bir sözlə, əgər övladınızla aranızda məsafə yaranıbsa, əgər nə edəcəyinizi, nə deyəcəyinizi bilmirsinizsə, əgər evdə gərginlik artıbsa, bu vəziyyətdə tək qalmaq məcburiyyətində deyilsiniz. Bu cür məqamlarda bir pedaqoq olaraq sizə dəstək ola bilərəm. Əmin olun ki, yeniyetməni qırmadan, onu ittiham etmədən, sağlam ünsiyyətlə birlikdə bu mərhələni keçə, bu məqamları yoluna qoya bilərik.